arazi kəşfiyyat dəstəsi cəlb olunmuşdur. Uyğun təyinatlı olan arazi kəşfiyyat dəstəsi müvafiq sərəncamla yaradılmış arazi mülki müdafiə xidmətlərinin tərkib hissəsi olub, ərazidə kəşfiyyat işlərinin aparılması üçün təyin olunmuşdur. Onlar müəyyən mühəndis, kimya kəşfiyyatın ərazidən aparılaraq hadisdən məlumat verilir və mülki müdafiə rəhbərləri onun əsasında əraziyə cəlb olunacaq digər qüvvələr, qüvvələrin və onun ərazisindən cəlb edilir.